Arzu xanım, bax bir dənə bunu demək istəyirəm. Birinci bundan başlamışam. Mən Novamindən həqiqətən uşaqlarıma 3 dənə aldım. 3 dənə yəni belə korobkada aldım, apardım. Mənim 1 il ərzində, sentyabrdan başladım verməyə. 1 il ərzində inanırsınız ki, 2 dənə uşağım, ikisi də xəstələnmədi. İnanıram. İnanırsınız ki, o məktəblər bağlanır deyə, xəstəliklər yayılırdı, qızılca, nə bilim falan filan. Mən baxın, Novamindən hələ də saxlayıram uşaqları. Gündə neçə kapsul içirdilər? Deməli, gün balacası 1 dənə içir, böyüyü 2 dənə içir. Hələ 1 dənə kapsul. Hə, 1 dənə kapsula balacasına Amma bəsdir. hər gün vermirsiniz. Bax, inansız evdə qrip olur, evdə nə bilim ətraf bütün məktəb bilirsiniz də, qrip, xəstə uşaqlar gəlmir. Mənim uşağım tərifnamə aldı. İmенно nəyə görə? Həm qiymətlərinə görə, həm də onun dərsə davamiyyəti çox yüksək idi. Sağ olsun, nə? Yəni Novamindən mütləq alın. Yəni görəcəksiniz.